Verilişin sponsoru Bakı Sığorta, Qayğı Keş Sığorta. O bizim əməkdaşımız Səmədin şəhərin küçələrindən ötürdüyü görüntülərdir. Mən bilmirəm hansı küçədə, amma bu küçədə vəziyyət elə bir ki, normaldır. Yəni sağda solda avtomobilləri saxlayır. Avtomobillər düzgün park. Afiyettin Cəllalovdur. Bu Afiyettin Cəllov küçəsidir. Afiyettin Cəllov küçəsi Yeni Həyat kompleksi Megafon tərəfdir. Afiyettin Cəllovda vəziyyət yaxşıdır, yuxarı tərəf, yəni üzü Rəşid bəy, üzü Yusuf Səfərov. Yeri gəlmişkən bu küçədə həmişə problem ona görə yaranır ki, Yeni Həyatın parkinqinə girən avtomobillər və ya parkinqinə girməyən avtomobillər yolun sol tərəfini tutunurlar təkcə və 2 cərgə, 3 cərgə ilə tuturlar və bir də ki, o yolun solunda mütləq avtomobillər düzgün park olunmur. Adətən nə vaxt gedirsən doludur. Yəni çox yaxşı olardı ki, elə onların öz mühafizə xidməti buna nəzarət eləsəydi. Piyada keçidində avtomobil saxlayanlar var. Bu düz zebranın üstündə. Düz zebranın üstündə. Bu artıq efirə gedir. Canlı izləmək üçün avtostop.tv saytına daxil qara maşında taksidir o da. Bəli, taksidir, həmişə taksidir. Səməd, çox xahiş edirəm, Afiyettin Cəllov küçəsi istiqamətində düz hərəkət elə. Düz hərəkət elər, deməli, bəli, ay sağ, bax, ora get, qardaş. O tərəfə get, əsas kəsişmədir. Yusuf Səfərovdan kəsişmədir. Tural bəy, Afiyettin Cəllov küçəsində sürücülər siqnallarla simfonik orkestr kimi ritim qruplar Ruslan Ağayev yazır. Bu çox güman ki, Yusuf Səfərovdan kəsişmə olan hissəsidir. Arxa hissəsində, yəni Nobel prospektindən gələn hissəsində vəziyyət yaxşıdır. Yəni, o qədər də böyük problem yoxdur. Sağ ol, Tural. Siqnal vermək, tıxacdan çıxmağa onsuz da kömək edir. Mən Günəşlidən Sumqayıta getməliydim. Şəhər bağlı olduğu üçün yolu qatmışam qabağıma. Beton yolla Bilgən, Nardaran, Mehtabad və Novxandan gedirəm. Yollar çox gözəldir. Yəni, əslində oradan geçsəniz Sumqayıta daha yaxşı, nəinki 20 yanvardan. Bəli. Çünki 20 yanvardan ümumiyyətcə şəhərin çıxışında güclü tıxac var. Salam Tural, mən sürücülük vəsiqəsini itirmişəm, sizin sayta baxdım, amma itki ilə əlaqədar heç nə tapmadım. İtkin sənəd məqaləsi var, qardaş, onu oxumaq lazımdır. Salam, axşamınız xeyir, mənim vəsiqəm Dubai vəsiqəsidir. Mənə artıq 5 bal yazılıb, amma Respublika qayısında deyirlər ki, vəsiqən işləmir, ona neçə bal yazırlar? Vəsiqə işləyir. Yol hərəkət haqqında qanunun 34-cü maddəsi var. Xarici sürücülük vəsiqələri vaxtı bitinə qədər Azərbaycan arasında qüvvədədir. Bax, bunu biləsiniz. Yəni onun Dubaydan və Rusiyadan olmasının nə fərqi var? Belə çıxır, Rusiya vəsiqəsi işləyir, Dubayınki işləmir. Yox, işləyir, yəni problem yoxdur. Yox, prosta şeyxin xətrinə dəyirlər onlar. Hə, yəni Dubay şeyxindən söhbət gedir.